Peyğəmbərimiz buyurdu ki, "Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba." Quranın bu ayəsində dedi ki, sizə dəvətimin müqabilində sizdən bir şey istəyirəm, yaxınlarımı, əhl-i beytimi sevəsiniz. Bir çıxdılar Peyğəmbərin yanından, bir-birinin qulağına dedilər, görəsən özündən deyir bunu, yoxsa Quran ayəsidir. Bunu səhabələr deyirdi. Bilirsiniz niyə? Qəribə bir xislət yaradıb Allah'dan. Növbə fəzilətliyə çatanda hər şey üzə çıxır. Gizlətmək olmur. Namaz arxasında gizlətmək olur. Din arxasında, ibadət arxasında gizlətmək olur. Növbə fəzilətliyə münasibətə gəldikdə insan özünü gizlədə bilmir. Simvolik mənası var. Həzrət Əlini çiyninə çıxardır, bütləri sən sındır. Eşitmişsiniz də Kəbədə bütləri Həzrət Əli əleyhissalam qırır, Peyğəmbərin çiyninə çıxır. Bilirsiniz necə? Həzrət Əlidə büt sındırma xüsusiyyəti var. Həzrət Əli ilə qarşılaşdır adamı. O ilə qarşılaşanda adam qeyri-ixtiyari ya sevir, ya nifrət edir ona. Qeyri-ixtiyaridir. Çünki o Allahın əzəmətinin təcəllasıdır. Adamlar olub tarixdə ki, səbəbsiz kin olub Həzrət Əliyə qarşı. Həzrət Əlidə belə bir xüsusiyyət var. O ilə insanları qarşılaşdıranda İbn Abbas deyir, biz möminləri münafiqdən belə seçirdik. Əliyə münasibətdən. Əliyə münasibətdən bəlli olurdu kim kimdir.